Bundan da gözəl sizə qismət olsun inşallah. Dəyərli izləyicilər, əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Şüvalandayam. Şüvalanda Maqnonusdan üzü dənizə düşən yerdə. Şüvalan dəniz yolunda belə deyək. Əsas yoldan 3-cü həyət. Yoldan 40 metr, 50 metr məsafədə. Belə bir gözəl ev çıxıb satışa. Mən də gəldim, çəkim sizə təqdim edim. Ümid edirəm, baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Bu arada dostlar, səhifəmiz spam olub. Xahiş edərdim, fikir bildirəsiniz, paylaşım edəsiniz və bizə dəstək olasınız. Əvvəlcədən hər birinizə təşəkkürümü bildirirəm. Yolu qapı kimi asfaltdır, su qaz işıq daimidir, sənədləri qaydasındadır. İpotekaya yararlı bir evdir. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, səndən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən özüm sizə daha ətraflı məlumat verirəm. Giriş hissəsidir, bağın giriş hissəsidir dostlar. Belə bir garajı, girişdən evin görünüşü. Qiymət barədə məlumat verməyəcəm. İnşallah kimə maraqlı olsa, ya yazarsınız bizə, ya da yenə deyirəm, əlaqə saxlayarsınız. Ətraflı məlumat verirəm qiymət barədə. Girişdən evin görünüşünü gördük dostlar. Girişdən sağ tərəfdə böyük yaşıllıq zolağıdır. Belə bir maraqlı böyük hovuzu var. Buraya yəqin ki, uşaqlar üçün nəzərdə tutulub. Burada böyüklər üçün. Evin sağından solundan hava işləməsi yetərincə yer var. Böyük vitraj pəncərələr həyətə açılır. İşıqlı, modern, gözəl bir evdir. Yəni, tərifləməyə ehtiyac yoxdur. Özünüz gələndə şahidi olacaqsınız. Sözümüzdə yalan olmadığım. Yay-qış mətbəxidir həyətdə dostlar. Cam balkondan yığılıb, yəni açılır, bağlanır. Manqalı var, mətbəx möbeli yığılıb. Daxili sanitar qovşağı var. Besetkaya aid olan sanitar qovşaqdır. Evin üzü kermogranitlə bəzədilib. Qısa olaraq evlə də tanışılaq. Bura evin hol hissəsidir, dəyərli izləyicilərim. Hündür tavanlıdır və maraqlıdır həqiqətən. Girişdə böyük bir qarrof. Burada belə bir maraqlı dekor yığılıb. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı 45-50 kvadrat var. Ümumi yaşayış sahəsi 250 kvadrat metrdir dostlar. 5 otaqlı bir evdir. Sonra girişdə sol tərəfdə mətbəxdir. Mətbəx elə qonaq otağı boydadır demək olar ki, mətbəx möbeli yığılıb özdə ən yaxşısından. Tam olaraq vitraj pəncərədir. Mətbəxin daxilində belə bir saxlanıc otağı var. Orada paltaryan falan qoymağa da yeri var. Sonra mətbəxə aid saxlanan şeylərin orada saxlamaq olar. Belə bir böyük yataq otağı birinci mərtəbədə. Rəng seçimlərlə düşünürəm ki, modern evə görə əladır həqiqətən və işləmələr, mebellər sifarişlə yığılmadır. Görürsünüz, qapıların dizaynından da görsənir. Birinci mərtəbənin sanitar qovşağı hamam otağı ilə bir yerdə. Aksesuarlar falan hamısı quraşdırılıb. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etməkdə olar. Birinci mərtəbə ümumi olaraq istipoldu dostlar və ümumi olaraq kermogranitdir. İkinci mərtəbə ilə də qısa olaraq tanış olar. Pləşən qəfəsi görürsünüz şüşədir, pləşən mərmərdir. İkinci mərtəbədə 3 yataq otağı var. Hamısının daxilində özünün sanitar qovşağı və qarrof otağı var. Bu yataq otağına aid olan sanitar qovşaqdır yəni. Üçüncü mərtəbədə bütün otaqların özünün bir övlüqlərin sanitar qovşağı var və qarrofu var. İkinci mərtəbədə ümumi olaraq istipoldu və yeri bahalı laminatdır. Bu yataq otağının balkonu var. Balkonu var daha doğrusu. Balkona çıxışı göstərirsə.
balkon və iki tərəfdən böyük vitraj pəncərədir. Həqiqətən də çox qəşəngdir. Bu yataq otağının vanna otağı. Böyükdür, genişdir burada. Və uşaq yataq otağı. Yəqin ki, belə nəzərdə tutulub. Bu yataq otağında özünün balkonu, daxilində qarcağı və hamam otağı sanitar qovşaqla bir yerdə. Qiyməti barədə bir də vurğuluyorum dostlar. Əlaqə saxlayarsınız, qiymətini telefonda deyəcəm sizə və yaxud da yazarsınız. Mən sizə şəxsiyə göndərəcəm. Müəyyən səbəblərdən elə evlər var ki, onların qiymətini demirəm. Deməli, şu alanda 8 otda 250 kvadrat, 5 otaq, super təmirli, modern bağ evi təcili olaraq satılır. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın. Biz sizə müasir daha yeni evlər göstərdik.